Sancaq onlayn kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Sevər canlı yayım zamanı Həci ilə birlikdə rayona gedəcəyini açıqlayıb. Onun bu sözləri canlı yayım izləyənlərin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. Baxdın hər şeyə, qaydasındadır. Çünki mən görmədim. Mənim müdafiə eləyən izləyicilərim belə var. Elə izləyicilər var ki, necə deyirlər, hər bölgənin, hər yerin yaxşısı da birisi də var. Onların Hər yeri 5 gün əlavədir, bir də o şişə də qırılıb, oranın şişəsi də qırılıb. Mən düşünmürəm ki, yəni bizim millət çox qoyulubdur ki. Yaxşıyıq da, hamıdan da yaxşıyıq, hamıdan da ürək təmizlik. Yəni necə bir deyim? qaqa 5 gün qalmışlar, o da bir də kommunallardır. O bir dənə telefonda baxın, mən deyirlər. Rəqi söndürmə. O pislər olmasa yaxşıların Telefonda qədrini söndürmə, bir dənə telefonda baxım kommunallara. Biz Allah o yaxşılar, o pislər olmasa biz yaxşıların qədrini bilməyəcəyik. O bizə pislik eləməyən, bizim qədrimizi bilməyən insanlar, bizə yaxşılıq eləyən insanların qədrini bilməyəcək. Yox, məndə emondan öyrən şeylər, amma olsa emonda olur da məndə. Mən elə bir deyiləm. Ola bilər indi sizin gözünüzdə elə bir olur. Yəni, ola bilər mənim 18 yaşımda, 19 yaşımda. Mən insan getdikcə olgunlaşır və insan yaxşılıq gördükcə yaxşılıq eləmək istəyir. İnsanın ətrafı yaxşı olan, demək qardaşım, mən ayın 20-si məlumat verəydir ki, mən ayın 20-si telefonla danışmışam, 22-si telefonla danışmışam. Mən demək danışırdı yanımda. Neçə yaşımda? Mənim 22 yaşım var. Ha, 33 manat 98, 33 manat 98'e 34 manat işıqdır. 34 işıqdır bu dəqiqə. Qazan. Ay demə, Astarada soyuq, mənim ayağım üşüyə bilər ha, Astarada. Hiç görə soyuqdur ha. Bilər mən ayağımda soyuqdayız, ayaqlarım üşüsün. Mənim ayaqlarımda implant var, implant da. Bir dəqiqə, yox, mən səhv hesabladım, bir dəqiqə. Hə, düzdür, hə. Astarada çox soyuq. Hə, qaqa, 34 manat işıqdır. 34 manat işıqdır. Yaxşısında. Elə bil, qazdan da gəlib, haradasa, ümumilikdə haradasa 13 manat haradasa, 13 manatda olmalıdır. Haradasa 50 manatda, belə deyək. Yoxsa suyun şeyi yoxdur burada, suyu görmürəm. Suyu görmürəm də, indi prosto su nə qədər eləyirsə, indi əlavə nəsə atarsınız, yəni. Sizə benzi var da, orada çek varsa sizdə baxın da. Göndərə basın canım, nə olar ki, bir dənə hədiyyə gəlmir, böyük hədiyyə gəlmir üçün. Bir dənə hədiyyə çıxacaq sizdən. Ürək təmiz olan insanlara orada baxın, onlar mən çünki buradan atın. Hərəniz oradan göndərə basın, mənim benzi var. Çünki ora kiraya gələcək, başqa adam gələcək. Ya da yuxarıda katılım var, oradan katılım edə bilərsiniz. Allah rəhmət eləsin. Oradan atı bilərsiniz. Sən indi ata bilmirsən onu? Allah. Niyə bu? Təzdən yaz. Yəni, çatan kimi bu gün atarsınız, yoxsa necə? Gözdə görəyəm. Bura haradır, hiç bilmirəm. Bura haradır dostum? İnanmam sənə, yaxşı. Bura haradır, sən dostum? Bura Səlyan. Sən bilirsən? Ver telefonu yəni bura. Yaxşı eləmirsən də, yanımsan, zor eləmirsən. Gəzməmişəm, binasız.
Gedirəm. Mən şeyə köyə gedirəm. Nasıl gəzməyə bilmirəm. İndi gözlə bir dəqiqə. Mən də bu dəqiqə sənə indi Valla plata mən özüm bilməyəcəm mən. Astaralıyam. Astarada doğulub böyümüşəm. Yekə oğlan sən Mən durub Astaralı 5 manat, 3 manat, Bilmirəm 10 manat, 3 manat söhbət eləmə. Görürsən. Açarı, evin açarını saxla özündə, evin açarını. Mən şey eləyəcəm nədir? Gələndə götürəcəm mən. Gəzdirmirlər mən. Rayına mən gedirəm. Astaraya gedirəm, yoldayam. Gələndə, açarı saxla, evin açarını saxla özündə. O birisi dediyim müştərilər var idi, kirayəçi. Onlara bir dənə şey elə. Biraz sıvıdır ya. Bu da heç getməmişim o bola. Bu da o vaxt. Yo, qaqa, yo. Aşağı çəkməyin. Sımda cəmat Bakıda Lazım olacaq bir dəfəlik verəcəm kirayəyə. Mən getməmişəm. Normal bir adama 500-dəndir. 500-dən danış, paylaş, çək istəyirsən, lazım olar verə kirayə. Nasıl uşaq? Elə o qiymətə ev var, qardaşım. O boyda evi mən 72-yə qoymuşam da. O boyda ev. 3 otaqlı, 2 sot, 2 sot Mən yarım ev. gəzdirmirlər heç vaxt. Mən heç vaxt gəzdirmirlər. Mən boyum balaca olub deyə, mən həmişə belə özgüvənsiz, belə şey olmuşam. Utanım, gizlənən. Heç gəzdirmək istəməmişəm. İnsan içində girmək, çıxmaq istəməmişəm. Valla. İnanma yo, indi elə deyiləm. Bu qədər hər şey biləm. Çox biləm. Devrəm yox, evrəm keçirdim. Mika var ya, Mika Raul. Kızlar, Mika Raul tanışdı. Bak, Allah düzdür, o cinsiyyətini dəyişib. Əstəğfirullah yarabbim. Öyle şey var. Şeydə də Mika Raul. Atağına söyle bir şey demiş. Pis mənə demirəm, düz deyirəm. Deməz, elə söz olmaz demək. Düz deyirəm də qardaş, mənim də keçmişim. O ki, Mika Raul'un da keçmişim. Eylidir də yəni. Fərqimiz nədir ki ondan? Fərqimiz sadəcə burada mən qızam, o isə oğlanmış işte. Sadəcə odur bizim fərqimiz. Mika indi çox gözəl olub da, vaxtı ki ona gün də olur. Allah haqqı. Düzdür, o çox əməliyyat. Mən əməliyyat deyil. Mən bir də burun əməliyyatı eləmişəm da. Mənim yanaqlarım zadım özümündür. Mən bir dənə bunu dudaq dolgusu eləmişəm. O da 5 aydır. Gedib baxın, Leyla eləyib 60 dəfə. Gör neçə aydır. Videolara baxın. Yəni şey dolgu eləmişəm də. İstər siz deyin də. Təbii dolgu eləmişəm. Dudağıma bir dəfə. Üzümə, heç şey eləmişəm. Bunu eləmək istəyirəm, nə yalan deyim. Mən məncə qəşəng göstərmək istəyirəm. Niyə? O vaxtı da elə idi. Mənim o vaxtı 6 yaşım var idi, 6 yaşım var idi qızlar. Allah'ım, 6 yox da, 6 biraz yalan olar. Olardı da 8 yaşım zaten, 8, yadımda deyil ha yaşım. Prosto o ortamlardaydım. Mənim 18 yaşım olanda heç, 14 yaşım, 15 yaşım olanda mənə deyirlər ki, mənim boyum balacı qalırdı. Bizdə rayonda qaş almaqlar yoxdur da, pis baxırlar. İndi pis baxırlar, əvvəl pis baxırlar. Mənim üçün uçanda. Deməli, mən şey eləyirdim. Hamı makyaj eləyirdi qızlar, makyaj. Mənə deyirlər ki, bunun boyu balacadır. Həm də ki, bunun yaşı azdır da, bunun olmaz makyaj idi. Az yaşlı uşağa makyaj eləyəndə üzü cızlırdı da. Mən bir dənə hayasız idim ki, dostlar, Allah haqqı. Hayasız olmuşum. Əzəldən elə bir şey olmuşum. Götürürdüm, gedirdim 2-3 dənə ağlayırdım ki, mənə də makyaj eləyin. Bir eləmirdilər mənə makyaj, özümə makyaj eləyirdim. Allah'a anlasın. Nə gündə makyaj eləyirdim, aynısını bilmirəm. Sürtürdüm, cəmatda görürdüm, mən deyirdim. Sürtürdüm, gözümə belə sürtürdüm. Sonra dırnaq saxlayırdım, dırnağım qırılırdı. Daim qızımdan görürdüm deyə. Dırnaq saxlayırdım, sonra dırnağım qırılırdı. Gedirdim toya. O vaxtı da, indi o 14-15 yaş uzadım olardı da, o vaxtlardan danışım. Ritim o, nə 14, 9 yaşım var idi mənim, 9. 4-cü sinif,
9 yaş. 4-cü, 5-ci sinif idim mən. İndi yadıma düşdü. Hə. 4-cü. Hə, indi yadıma düşdü. Ritim var, qızlar ritim oynayır. O rayonda modda axı qızlar ritim oynayır. Kim bilərsən sən? Rayonda, Astanada modda axı qızlar var mı da?